Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar. Bugün mən sizə Talaq surəsinin 2-ci ayəsinin sonu və 3-cü ayəsində Allah Azze və Cəllənin bizlərə buyurduğu, kim Allahdan qorxarsa, təqvalı olarsa, Allah ona hər bir çətinlikdən, yəni bir çıxış yol açar və ona gözləmədiyi yerdən ruzi bəxş edər və kim Allaha təvəkkül edərsə, Allah ona kifayət edər ayəsi haqqında danışmaq istəyirəm. Bu ayət bizə öyrədir ki, təqva, Allahdan qorxmaq, əgər insan haramdan çəkinər, Allahın buyurduqlarına əməl edərsə, Allah Azze və Cəllə onu hər bir çətinlikdən çıxardar. İnsan bəzən çıxılmaz vəziyyətdə qalar, amma təqva ilə Allah ona çıxış qapısı açar. Bəzən dua, bəzən bir insan, bəzən də bir fürsət vasitəsilə Allah onu sıxıntısından çıxardar. İkincisi, təvəkkül, Allaha güvənmək, yalnız Allaha bel bağlamaq. İnsan səbəblərə sarılar, amma nəticəni Allaha buraxar. Kim ürəklə Allahın təqdirinə razı olarsa, Allah onun işini düzəldər və yalnız özü ona kifayət edər. Üçüncüsü, ruzi. Ruzi, Allahın ruzisini gözlənilməz yerdən göndərməsidir. Bəzən bir telefon, bir insan, bir fürsət və ya bir səbəb, bu Allahın bizlərə olan hikmətidir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, əgər siz Allaha haqqı ilə təvəkkül etsəydiniz, o sizə quşları ruziləndirdiyi kimi ruzi verərdi. Quşlar səhər az çıxar, axşam tox qayıdar. Hədisi Tirmizi rivayət etmişdir. Bu ayət bizlərə həm mənəvi təqva, həm də əməli, yəni təvəkkül dərsi verir. Əgər bu iki əsas sütun üzərində insan həyatını qursa, əsla Rəbbi onu tərk etməz. Çünki o, kifayət edən və ölçü qoyan Rəbbimizdir. Allahdan diləyim budur ki, bizləri eşidib, yaxşısına tabe olan qullarından etsin. Və axirə da'vana elhamdülillahi rabbil alemin və sallallahu və səlləm və barik alə nəbiyyina Muhammed və alə alihi və sahbihi əcmain.